uşaqlara belə bir misalımız var. Tangens arc-kosinus 0.6'nın qiymətini hesablamasını istəyir bizdən. Alfa 0 pi aralığının daxildir. Deməli biz burada nə edirik? Əvvəlcə burada arc-kosinus 0.6'nı bir alfa ilə işarə eləyək. Onda bilirik ki, kosinus alfa bərabərdir 0.6'ya. Biz burada arc-kosinus 0.6'nın yerinə alfa desək, misalımız bu şəkil alır. Tangens alfa. Bilirik ki, tangens alfa sinus alfa böl kosinus alfa deməkdir. Kosinus alfanın qiymətini bilirik 0.6. Bizə lazımdır sinus alfa. Bilirik ki, sinus alfa bərabərdir kök altında 1 çıx kosinus kvadratı alfa. Buradan tapa bilərik. 1 çıx 0.6'nın kvadratı 0,36. Kök altında 0,64 alınır və bu da bərabərdir 0.8'ə. Müsbət 0.8'ə, çünki alfa 0 ilə pi aralığına daxildir və sinusumuz birinci və ikinci rübdən müsbət qiymət alır. Deməli, kəsrimizin surətində də 0.8 yazsaq, 6'da 8, yəni 3'də 4 bərabərdir 1,3'də 1'ə.